Emiral Müminin aleyhisselam hədislərində buyurur: "İnne li ehli takva alamatin yu'rafuna bi." Deyir, həqiqətən təqva əhlinin bir neçə əlaməti var ki, onlar ondan bilinənlər, tanınanlar. Birinci sidqul hadis, doğru danışarlar. Yəni onların danışığında, sözündə yalan olmaz. Onlar doğru danışan olarlar. Və ədəul əmanə, onlar əmanəti əda edərlər. Əmanət, yəni bir insan bir yerə gedərkən dəyərli bir əşyanı, qiymətli bir əşyanı gətirir, insanın yanında əmanət olaraq qoyur ki, qaydanda onu səndən təhvil alacam. Əgər insan onu olduğu kimi qoruyub saxlamırsa, ona zərər gətirirsə, ziyan vurursa, buna deyərlər əmanətə xəyanət. Bir cəhətdən də əmanət söz əmanəti olar. Bir var əşya, bir də var söz əmanəti. Ən mühüm məsələlərdən də biri budur ki, insan söz əmanətinə də gərək riayət eləsin. Yəni, əgər birinin eybi, yəni birinin sirri səndə varsa, sən onu qoruyub saxlamırsansa, çünki onun o eybi sənin yanında əmanətdir. Sən onu qoruyub saxlamayıb başqasına deyirsənsə, sən həmin şəxsə xəyanət etmiş olursan. Bəzən görürsən, iki nəfər yol yoldaşı olur, bir səfərə gedəndə, indi olur da bir-birinin arasında eybi olur, ya nəysə nöqsan olur. Qaydanda artıq o onların bir-birinə olan əmanətidir. Yəni, mənim sirrim sən bilirsənsə, sənin üçün əmanətdir. Sən əgər onu üçüncü bir şəxsin yanında danışırsansa, başqa bir yerdə onu aşkar edirsənsə, sən əmanətə xəyanət etmiş olursan. Ona görə təqva əhlinin xüsusiyyətlərindən də biri budur ki, Emiral Müminin buyurur, ədəul əmanə, əmanəti gərək əda etsinlər, qorusunlar. Üçüncü, vəl-vəfau bil-əhd. Ayədə də oxuduq ki, biri ilə əhd bağlayarlarsa, o əhdə vəfa etsinlər.